Bu dərsimizdə inheritance, yəni miras almağı öyrənəcəyik. Deyək ki, bir klass digər klassdan özəllik və metodlarını miras almaq istəyir. Bunun üçün index.js-ə gəlirəm və burada funksiya animal adında bir klassımız olsun. Hal-hazırda hər hansısa bir özəlliyi olmasın və bu klassa gəlirəm animal nöqtə prototip nöqtə misal sound deyə bir funksiyamız olsun və bunu bərabər edirəm function console.log səs çıxarır deyə bir funksiyamız olsun. Daha sonra digər bir klassımız olsun. Function dog adlı bir klass olsun və parametre olaraq name deyə yazıram. Və this.name bərabərdir parametre bərabərləşdirirəm. İndi dog klassını bir dəyişkənə bərabər edirəm. Const dog yazıram bərabərdir new dog və bura arqument olaraq misal toplan adımı verirəm. İndi konsola baxdığımız zaman baxaq dog klassı nə verəcəkdir? Baxın name olaraq toplan adını vermiş oldu və bu ikona klik etdiyimiz zaman baxın obyekt prototipi gəlmiş oldu. Burada əslində bu obyekt deyil, bu dog prototipidir. İndi nəyə görə dog prototipi deyə gəlmədi? Çünki dog prototip özdə adi bir obyektdir. Ona görə də DevTools onun tipini obyekt olaraq vermiş oldu, yəni göstərmiş oldu. Və buna da klik etdiyim zaman baxın burada constructor olaraq dog'u göstərmiş olacaqdır. Çünki dog klassının içərisindəyik hal-hazırda və baxın name'ini də yazmışıq və burada da parametre olaraq name'i göstərmiş oldu. Və bunun da yəni ən sonda da obyekt prototipi gəldi və bu ana obyektdir və bunun da içərisində özəllik və metodları görmüş olduq. İndi miras almaq istəsəm, yəni animal klassındakı sound funksiyasını mən miras almaq istəsəm, gəlirəm burada dog klassının prototipini bərabər edirəm obyekt nöqtə create metodundan istifadə edərək animal klassının prototipinə bərabər edirəm. Və konsola baxdığımız zaman yenə eyni qaydada name olaraq toplan deyə gəlmiş oldu. Bu ikona klik edirəm. Baxın, prototip olaraq animal prototipini bizə göstərmiş olacaqdır. Və buna da klik etdiyim zaman object prototipi deyə yazılmış olacaq və bunun da yəni object prototipi hal-hazırda animal prototipidir və animal prototipinin funksiyası, yəni sound deyə bir funksiyası vardır. Mən gəlib dog nöqtə burada dog nöqtə sound funksiyasından istifadə edərək səs çıxarır yazısını animal prototipindən almış olacağam. Və baxın, bir də sizə bunu göstərmiş olum. İndi hal-hazırda constructor olaraq animal'ı göstərmiş oldu. Ancaq mən hal-hazırda dog klassının belə deyək, bir dəyişkənə bərabər etmişəm və constructor olaraq animal deyil də constructor olaraq dog constructorunu burada görmək istəyirəm. Ona görə də gəlirəm burada dog klassının prototipinin constructorunu bərabər edirəm dog klassına və constructor'a konsolda baxdığımız zaman baxın konsolda dog constructor'ı deyə yazılmış olacaqdır və daha sonra constructor olaraq animal constructor'ının özünü vermiş olacaqdır. Əgər mən bunu yazmasam nə ola bilər? Heç bir xəta almasaq da dog obyektinin konstruktoru artıq səhv göstərilmiş olacaqdır və debug zamanı qarışdırmış olacaq. Ona görə də kodu daha səliqəli halda yazmaq lazımdır və miras aldığımız zaman konstruktorları bu şəkildə qeyd etmək lazımdır ki,
kodumuz daha nizamlı və səliqəli yazılmış olsun ki, heç bir xəta, sonradan heç bir xəta verilməsin. Bu dərsimizdə də inheritance mövzusunu öyrənmiş olduq. İndi deyək ki, belə bir kodumuz vardır və burada dog klassının içərisindəki name və səs arqumentlərini, yəni parametrlərini animal klassından almış olaq və dog.voice yazdığımız zaman isə burada it havlayır deyə bir yazı görmüş olaq. Yəni undefined cavabı almış olduq hal-hazırda. Çünki this.name və this.sound hal-hazırda tanımlanmayıb. Ona görə də biz burada undefined cavabını almış olduq. İndi biz növbəti dərsimizdə bu klassa özəllik və metodlarını burada yazaraq görmüş olacaq və animal klassının özəlliyini dog klassının içərisində çağıraraq yazmış olacaq. Bizə hansı funksiyalar lazım olacaq, hansı kodlar lazım olacaq, gələn növbət dərsimizdə bilmiş olacaq. Gələn növbət dərsimizdə görüşənə qədər özünüzə yaxşı baxın. Hələlik.